Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada ilkin düşən 62 yaşlı kişinin meyiti çaydan tapılıb. Xəbər verilir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, meyiti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbr diləyirik. Rusiya-Ukrayna müharibəsində Azərbaycanlı gənc həyatını itirib. Xəbər verilir ki, 22 yaşlı Rəşad Rizvanoğlu Məhəmməd Əliyev hərbi əməliyyatlar zamanı həlak olub. Qeyd edək ki, Rəşad Məhəmməd Əliyev müharibəyə getməzdən əvvəl Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayırmış. Allah rəhmət eləsin, yaxınlarının əzizlərindən səbr diləyirik.